qəbirstanlıqda xütbə verməyin hökmü, məsələn, toy məclislərində və ya qəbirstanlıqda və yaxud əskər apardı, əskər gəldi məclisi və s. Cavab odur ki, bu barədə şəriətimizdə, yəni bunu adətə salmaq, artıq bir sünnətə salmaq doğru bir şey deyil. Və biz qorxuruq ki, bu gələcək nəsillərdə bir bidət halını ala. Gələcək nəsillərdə bir bidət halını almasından qorxuruq. Qəbirstanlıqda xütbə vermək, hətta bunu qəbirstanlıq xütbəsi demək və dəfnində mütləq bir elm tələbəsi olsun, mütləq bir orada mütləq xütbə versin. Bu, münkəri münkərlə əvəz etməkdir. Bugünkü günü biz mollaların etdiyi bidətləri qaldırmağa çalışırıq ki, bunların etdiyi əməllər yanlış əməllərdir. Məsələn, oturur qəbirstanlıqda Quran oxuyur və s. Və buna görə insanlardan pul alır və ya hətta almasa belə deyirik ki, bunun dində dəlili yoxdur. Sonra da qohum əqrabamızı razı salmaq üçün, onları susturmaq üçün molla çağırmırıq, əvəzinə elm tələbəsi çağırırıq. Molla gəlib Quran oxuyacaqdırsa, elm tələbəsi gəlir moizə verir. Sanki bir münkəri başqa bir münkərlə əvəz edirik. Bu doğru bir şey deyil. Bu yanlış bir, xüsusən dəfindən sonra qəbirstanlıqda moizə vermək yoxdur. Rasulullah s.ə.v-dən gəlməyib. Rasulullah s.ə.v cəmi bir dəfə qəbirstanlıqda səhabələr nəsiyyət edib, o da dəfindən öncə. Məşhur Numan bin Bəşirin hədisidir, uzun hədisdir. Gəlir qəbirstanlığa, qəbir hazır olmur sahabəni dəfn etməzdən öncə. Orada sahabələrə insan qəbrə qoyulduqdan sonra ona mələklər gələr, o barədə nəsiyyət edir. Qəbir hazır olana qədər. Lakin qəbirstanlıqdan dəfindən sonra isə yalnız bir kəlmə işlədir ki, qardaşınız üçün istiğfar edin, o indi sorğu-sualdadır. Dəfindən sonra tək edilən əməl hər kəsin əlini açıb vəfat etmiş insan üçün dua etməsidir. Allahdan onun üçün bağışlanma diləməsidir, onun üçün sabitlik diləməsidir. Baxın, bugünkü günü mollaların etdiyi əməlin, deyək ki, bəzi məzhəblərdə ölüyə Quran oxumaq deyən rəy var, görüş var. Ən azından deyir ki, o görüşdən tutub bunu edirlər. Qəbirstanlıqda dəfindən sonra xütbə verməyi hansı məzhəb deyir? Hansı məzhəbdə var? Belə bir görüş mü var? Yəni, bu əməli edənlərin etdiyi münkər, mollaların etdiyi münkərdən daha betərdir. Bir münkəri daha bir pis münkərlə əvəz etmək bu icazəli deyil. Üstəlik də, bəziləri deyir ki, biz burada məqsəd dində hər hansı bir yenilik gətirmək deyil, məqsəd insanlara xatırlamadır. Qəbirstanlıq xatırlama yeri deyil. Xatırlama yeri, insanlara moizə yeri məscidlərdir. Yaxud qəbirstanlıq olsun və yaxud toylar olsun, fərqi yoxdur. Bugünkü günü biz bunu əmələ davamlı olaraq edirik. Bizdən sonra gələn bizim övladlarımız, onlardan sonra gələnlər nə deyəcəklər? Deyəcəklər ki, bizim babalarımız elm tələbələri idi. Elm öyrənmiş insanlar idi. Biz babalarımızdan belə gördük. Qəbirstanlıqda mütləq xütbə verilməlidir deyə. Qəbirstanlıq xütbəsi var deyə. Necə ki, bugünkü günü yaşlı nəsil nə deyir? Biz babalarımızdan belə gördük, ölüyə Quran oxunar. Deyirsən ki, sünnədə yoxdur, deyir, yox, biz atalarımızdan, babalarımızdan belə gördük. Atamız məşhur molla idi. Babamız filan yerdə oxumuşdu, oxuyurdu. Eyni şeyi biz özümüzdən sonra qoyacaq. Bir bidətin əsasına qoyacaq, Allah qorusun. Ona görə insan bu məsələlərə diqqətli olmalıdır. Və buna həris olmamalıdır. İnsan xüsusən də bəzən olur ki, ölü sahibi, vəfat etmiş insanın yaxınları bir növ orada iştirak edən elm tələbələrindən tələb şəklində deyir ki, danış deyə. Ona cəmaatın içərisində bəzən də olur ki, elm tələbəsi danışmaq istəmir, artıq vəfat etmişin məsələn atası, qardaşı deyir deyə, orada onu üzməsin deyə, o qırılmasın deyə danışır. Buna məcbur olur. Və biz bütün qardaşlara xitab edirik ki, belə bir şeylərə elm tələbələrini də vadar etməyin. Sünnədə nə gəlibsə, onunla yetərlənin. Həmçinin toylarda danışmaq məsələsi, qardaşlar. Toylar sevinç yeridir, şənlənmək yeridir. Xütbə vermək, dərs vermək yeri deyil. Bəli, hər kəs kimi elm tələbələri də orada təbrik edə bilərlər. Allahdan onlar üçün bərəkət diləyə bilərlər. Onların evliliyinin davamlı olması üçün, mübarək olması üçün Allaha dua edə bilərlər. Gözəl bir kəlmə işlədə bilərlər. Lakin yarım saat, 20 dəqiqə, yarım saat, 1 saat xütbə vermək, dərs vermək və toy xütbəsi deyək, belə bir şey yoxdur. Və yaxud əskər gəldi, əskər apardı, məclisləri təşkil etmək, bunun üçün elm tələbələri çağırılsın, gəlsin, dərslər versin.
Dinimizdə belə bir şeylər yoxdur. Və insan bəli sevinə bilər. Oğul əsgərlikdən gəldiyinə görə Allah azə və cəllə şükür olaraq heyvan kəsə bilər, insanları yedirə bilər. Bu problem deyil. Lakin bunun elm məclisinə çevirmək, yəni bu zikr məclisi olmalıdır, əsgər gəldi, xütbəsi və s. bu şeylərin dində əsası yoxdur. Bu şeylərdə diqqətli olmamız lazımdır. Düzünü Allah bilir.